Bizdə magistrlara möhlət veriblər, vankomatlar bezdirib hamısını. Vankomatlar gəlsin, arkadaş nə istəyirsən? Oxuyur da, səni orada heç müharibə də bitib, əlində avtomat duran adam lazımdır, yoxsa onun sənin o elmivi, o texnikanı, texnologiyanı inkişaf elətdirəcək beyinlər lazımdır. Baxın, bizim vankomatların indiki vəziyyəti bilirsiniz nədir böyük əksəriyyətin? Einstein əlinə Kalaşnikov verək, qoyaq sərhəddə. Vallahi bunların kafası odur. Lütfüzadənin oturdaq tanqa, qoy tank sürsün Lütfüzadə. Və yaxud da Yusuf Məmmədəliyev sağ olsaydı, indi bayraq dirəyinin yanında qoyacaqlar ki, dur buradan, nə benzin istəyirsən. Ha, olmaz arkadaş, hər şeyin öz yeri var, öz vaxtı var, yəni olmaz, eləməməlidir. Yəni mən burada Emin Əmrullayevi vəzifə başına dəvət edirəm, iş başına dəvət edirəm. Durub orada jurnalistlərlə, mən sualınızı başa düşmədim, üzr istəyirəm, bir də verin. Başa düşmən sənin orada nə işin var? Mənim işimin deyir nəticəsi 12 il sonra çıxacaq. 12 il sonra sən nə edirəm mən? Hardan tapacam sənin 12 il sonra? Bu illəri kim görəcək? Bu illəri mən sizə deyim, bu dəyişəndən sonra gələn nazir də deyəcək, indiyə qədər görülənlər səviyyədə təzədən 1-12 il sıfır. Yəni qarşı sıfırla. Yəni bu tələbələr məsələsini həll eləmək lazımdır. Tələbələri yüklər, tələbələri baxın imtahanla yükləyirlər, tələbələri təhsil haqqında yükləyirlər, tələbələri evsizliklə, işsizliklə, yetim tələbə uçur, kosmosdadılar. Bir baxın, Bakının üstünə baxırsan, uçuşan tələbələrlə doludur. Yerdə heç bir ayağı yerə dəymir, dərddən, fikirdən, azardan. Qardaş, bunun sən yataqxanasını soruş, yeməkxanasını soruş. Gör rayondan gəlib durub, gör onun ailəsinin imkanı varmı? Təhsil haqqını versin, üstəlik bunun barınma, qalmaq, yemək, içmək pulunu versin, kitabının pulunu versin, nəqliyyat pulunu versin. Bunu bir iş görün, bir cəhd eləyin də, bir nəsə eləyin də, nə olar, ürəyiniz heç mi yanmı? Vallahi mən bax, siz təsəvvür edirsiniz, Azərbaycan universitetlərindən kimsə hansısa sahə üzrə mütəxəssis deyə biləcəyiniz bir tələbənin yetişə biləcəyinə inanırsınız Seniz xanım? Düz, amma biz Yusuf Məmmədəliyev çıxartmışıq, yetişdirmişik. Hələ mən adlarını bilmədiyim onlarla professor Nizami Cəfərov yox.